Əziz dostlar, əziz şahmatçılar, növbəti dərsimizdə maraqlı bir endişbil haqqında danışmaq istəyirəm. Şagirdlərimin biri ilə olan bu dərsimizdə çox maraqlı bu mövqeyini analiz etdik və sizinlə paylaşmaq qərarına gəldim. Deməli, baxdığımız mövqeydə diqqətlə baxsaq, qaraların artıq vəzirin olduğu şahidi olarıq. Lakin gediş ağlarındır və ağlar oyunu heç edir. Və J4 piyadasında keçici piyada olduğunu nəzərə alsaq, ağlar üçün əlbəttə oyunu heç etmək o qədər də asan deyil. Lakin çox düzgün ideya ilə heç etmək mümkündür. Yəni burada mövqeyini saxlayıb stop düyməsini basıb özünüzlə sərbəst analiz edib təhlil edə bilərsiniz mövqeyini. Birinci gediş top D3 gedişidir. Ağlar top D3 şah verir. Qara şah F4 gəlsə artıq top H3 vurub fillə piyadanı saxlamaq daha rahatdır. Şah J2 oynayır qaralar. Top H3 vurur. Əgər şah H3 vurarsa fil D7 və növbəti gedişdə J4 piyadası vurulur. Çünki bağlamadadır, piyada hərəkət edə bilmir. Top H3-ə JH vurur qaralar. JH gedişinə burada artıq ağların fil D7 gedişi yaranır. Biz fil D7 gəlib sadəcə piyadanı məcbur edirik H2 xanasını oynasın. Çünki piyada zərbə altındadır. Və növbəti gedişdə fil C6 şah veririk. Əgər at F3 oynayarsa şah Y2 və növbəti gedişdə H1 vəzirə çıxsa, istənilən halda fil F3 gedişi ilə ağlar vəziri alır və oyun heç-ə nəticələnir. Və burada diqqət eləsəz, fil C6 gedişinə şah J1 gedişi oynayır qaralar. Və qaraların məqsədi növbəti gedişdə atı J2-yə gəlmək və C6-dakı filin diaqonalını tutub növbəti gediş H1 vəzirə çıxmaq istəyir. Və burada şah J1 gedişinə ağların çox möhtəşəm fil H1 gedişi oynanılır. Əgər şah H1 vurarsa, zaten şah H1 vurmalıdır. Başqa istənilən gedişə fil diaqonalda oyunu rahat heç yapara bilir. Şah H2 vurarsa, bax, bu mövqeyini əsas yadda saxlamaqdadır şahmatçılar. Burada şahın iki xanası var, F2 və F1 xanaları. Əgər burada qaydanı hansısa bir şahmatçı bilmirsə, yəqin ki, bunu görmək biraz çətin olar, yaxud da çox güclü hesablama lazımdır. Və burada at H4 xanasında olduğu üçün, qara xanada olduğu üçün şahı F2 xanasına gəlmək mütləqdir. Çünki şahın F1 gedişinə sadəcə atın F5, şah F2, at J3 gedişi ilə F1 xanasına nəzarəti olur və növbəti gedişdə şah istənilən yerə hərəkət edəndə şah qaçıb ya da vəzirə çıxa bilir. Lakin biz şah F2 oynasaq və diqqətlə baxırıq ki, şahla atın rəngi eyni, şahla atın olduğu xana rəngi eyni olduğu üçün bu oyun artıq heç olur. Yəni şah istənilən yerə oynasa, şah F1, at istənilən yerə oynasa, şah F1, at J3, şah F2. Artıq gediş növbəsi keçdi qaralara şah F1. At məcburdur, istənilən cür oynasın. Yəni şah digər yerə qaçmır, çünki qara şahın H1 xanasından çıxmağına mane oluruq və artıq növbəti gedişdə at nə oynasa, bu gedişlərdən sonra oyun heç-ə nəticələnmiş olar. Yəni dediyimiz kimi burada şahın F2 xanasına gəlməyi məsələnin əsas ideyasıdır, çünki atın xanası ilə eyni rəngdə olan xanaya hərəkət edir. Əgər fərz eləyək ki, at A8 xanasında olsaydı, artıq burada qaralar çox rahat şəkildə oyunu uda bilərdi. Çünki istənilən ağ xanada olsa, burada şahın gedişlərinin qarşısını ala bilir qaralar və at H4, şah F2 istənilən cür oynayanda oyun heç nəticələnir. Səhifəmizi izləyin, növbəti dərsdə görüşmək ümidi ilə.